Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən doğru fikirləri müəyyən edin. Birinci sözümüz mətndə çıxarmaq sözüdür. Çəlimsiz sümbül çıxardığını bil. Sümbülü torpaqdan çıxarırdılar. Biz onu dərmək sözü ilə əvəz etsək, mənada dəyişiklik olacaq. Çünki dərmək sözü ora uyğun gəlmir. Dərmək hər hansı bir meyvəni, çiçəyi dərmək, qoparmaq mənasındadır. Amma onlar torpaqdan ştil çıxarırdılar. Deməli, biri götürə bilmərəm. İkinci sözümüz mətndə xoşbəxtlikdən bir həftə sonra kəndlinin keçisi qaçıb məmurun bağına girdi. Bu yaxşı bir hadisə deyildi. Kəndli üçün də yaxşı bir hadisə olmadığına görə xoşbəxtlikdən yazmamız düzgün olmazdı. Ona görə tərslikdən yazsaq, burada yanlışlıq aradan qalxacaq. İkini doğru hesab edə bilərik. Üçüncü sözümüz məmur kəndini tanıyıb dikbaşlığı üçün ondan əvəz çıxmaq istədi. Dikbaşlığı məğrurluq sözü ilə əvəz etsək məzmuna uyğun olar. Bəli, doğrudur. Elə məğrurluq da vüqarlılıq deməkdir, iddialı olmaq deməkdir. Mənimsəmək sözü ilə əvəz edilə bilər. Eşitmək sözü ilə mənimsəmək sözü tamamilə fərqli mənalar ifadə edir. Ona görə də mənimsəmək nə isə öyrənmək olduğu üçün, özünküləşdirmək, öyrənmək olduğu üçün doğru hesab edilə bilməz. Beşinci sözümüz avam sözü. Avam kəndli, avam ilə savadsız, cahil, nadan deməkdir. Yazıb ki, amma kontekstdəki yanlışlıq aradan qalxar. Avam sözündə yanlış bir şey olmadığına görə 5-i də götürə bilmərik. Cavabımız olacaq 2 və 3.